Kərbala hadisəsi dini bir qiyam olmaqla yanaşı, ədəbiyyatın ən güclü mövzularından birinə çevrildi. Düşünürəm ki, İmam Hüseyn əleyhissalamın bu azad insanı təqdim etməyi ədəbiyyata ən gözəl töhfədir və ədiblərimiz ən gözəl şəkildə bundan istifadə edərək ədəbiyyatda azadlıq şüarını İmam Hüseyn əleyhissalama bağlayıblar. Yəni harda bir azadlıq varsa, orada bilək ki, İmam Hüseyn əleyhissalamın məktəbi var. Bütün dünya ilahi rəngdədir. Bütün adi eşqlərin bir adı var. Hüseyn şüarını dinləmək üçün. Dalğalanır göylərdə əbədi bir bayraq. Küləklər xəbər aparır dünyanın hər küncünə. Ömür bitər yol dayanar, dayanmaz Hüseynin karvanı. Yel tutar, tufan yatar, yatmaz Hüseynin pərçəmi. Yezidə lənət deyə bilərik. Oxuyacağıq biz. Alusidən inşallah oxuyacağıq. Deyir ki, Yezidə lənət, hətta onu lənət deməyənə də lənət. Yəni, Alusi özü sələfi etiqadında olan bir şəxs, önəmlidir. Alusi. İmam o rəhbərim tez gəl, Hüseyn, Hüseyn, su getdi məş, kim oxlandı, düşübdü qollarım, tez gəl. Bu gecə xeymənin işığında könlümüzü düşündürən bir sual var. Din ədəbiyyatı formalaşdırır, yoxsa ədəbiyyat dini? Və Aşura bu münasibətdə niyə bu qədər xüsusi yer tutur? Din insanın ruhuna yön verir. Ədəbiyyat isə bu ruhu sözə çevirir. Əgər din insanın vicdanına işıq salırsa, ədəbiyyat bu işığı misralara, dastanlara daşıyır. Əgər ədəbiyyat insanın duyğularını oyadırsa, din ona məna verir. Beləcə biri ruhu oyadır, digəri isə sözü dirildir. Aşura bu münasibətdə bənzərsizdir. Çünki Kərbala hadisəsi dini bir qiyam olmaqla yanaşı, ədəbiyyatın ən güclü mövzularından birinə çevrildi. Şairlər Hüseynin şəhadətini göz yaşları ilə yazdılar. Yazıçılar onun dik duruşunu hekayələrə çevirdilər. Alimlər onun fəlsəfəsini sözün gücü ilə izah etdilər. Sizi yenə bu gecə xeymənin işığına dəvət edirəm. Bu dəvət bir verilişin başlanğıcı deyil. Bu, Aşuranın dini və ədəbi gücünü bu günün qaranlığına daşımaqdır. Bismillahirrahmanirrahim. Allahümmə sallallahu Muhammed və ali Muhammed. Salam əziz və dəyərli Vilayət TV kanalının tamaşaçıları, bu vaxtınız xeyir olsun. Hər birinizi xeymə verilişində xoş gördük. Artıq 22-ci bölümdür ki, siz əzizlərin evlərinin qonağıyıq. Gözəl, elmi və aktual mövzularla çalışırıq sizlərin görüşünə gələk. Əziz tamaşaçılar, icazənizlə biz xeymə verilişinin dəyərli qonaqlarını sizə təqdim edək. Məndən solda cənab doktorant, Ustad Tural Salmanovdur. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmişsiniz xeymə verilişinə. Necəsiz? Aleyküm əssalam. Mən də sizi dəyərli izləyicilər salamlayıram. Təşəkkür edirəm. Minnətdaram dəvətiniz üçün. Allah razı olsun. Allah ömrünüzə, elminizə bərəkət versin. Və ikinci dəyərli qonağımız məndən solda cənab Hüccətülislam, alim, ustad Elvin Əzimovdur. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmişsiniz. Necəsiz? Və əleykumussalam və rəhmətullahi minməlli. Mən də öz növbəmdə həm sizi, həm hörmətli qonaqları, həmçinin əziz izləyiciləri salamlayıram. Xidmətinizdə varıq. Allah razı olsun ustad. Allah ömrünüzə bərəkət versin. Və dəyərli üçüncü qonağımız Əhl-i-Beyt şairi Hacı Şöhrət Saqqadır. Hacı, çox xoş gəlmişsən. Mən sizi salamlayıram. Necəsiz?
Aleykümselam və rəhmətullah. Təşəkkür edirəm bir daha dəvətə görə və bizim dəyərli alimlərimizi də salamlayıram. Vilayət TV-nin izləyicilərinə də bu əzadarlıq münasibəti ilə təsliyyət ərz edirəm. Allah razı olsun Ustad. Allah ömrünüzə bərəkət versin. Ustad, icazənizlə verilişin axarına uyğun din ədəbiyyatı formalaşdırır Ustad, yoxsa ədəbiyyat dini və Aşura bu münasibətdə niyə bu qədər xüsusi yer tutur? Çox maraqlı mövzudur Ustad. Allah sizi qorusun, buyurun. Bismillahirrahmanirrahim. Demək, mən istərdim ki, bir tarixi rəqəmə diqqət edək. Tarixdə məlumdur ki, təqribən Aşura hadisəsi 5 ay 3 həftə çəkib. Yəni, İmam Hüseyn əleyhissalamın Mədinədən başlatdığı və Kərbəla səhrasında bu bitdiyi hadisə təqribən 170-175 gün bu fasilədə baş verir. Amma ədəbiyyatda ədəd yoxdur. Tarix kitabında, məsələn, Hicrətin 60-cı ilindən ta 61-ci ilinə qədər hissədə Aşura yer alırsa, ədəbiyyatın hər bir axarında biz Aşuranı görə bilərik. Və maraqlıdır ki, bunun əsas səbəbi nədir? Yəni, niyə görə Aşura tarixdə müəyyən bir tarixin kəsişməyində yer durur, amma ədəbiyyatda bu yoxdur. Düşünürəm ki, bu ilk növbədə Əhl-i Beyt imamlarının apardığı bir təbliğat olub. Onlar Aşura səhnəsinin, Aşura hadisəsinin müəyyən bir epizodunu çıxardı və onu əbədləşdiriblər. Məsələn, Şeyx Səduq öz əmalı əsərində İmam Rıza əleyhissalamdan maraqlı bir rəvayət gətirir. Orada İmam Rıza əleyhissalam öz atası olan İmam Kazım əleyhissalamın halını bizə deyir. Hədis genişdir. Qısa olaraq deyir ki, atam Məhərrəm ayı daxil olanda artıq qəmlənərdi, qüssəsi çox olardı və imam daha sonra buyurur ki, amma Məhərrəm ayının 10-cu günü Kana zalikal yevm yevm musibatihi və huznihi və buqaihi və yəqul huvel yevmellezi qutlə fihil Hüseyn əleyhissalam. Amma 10-cu gün artıq onun müsibəti, hüzünü, ağlamağı çoxalardı və deyərdi ki, bu gün müsibətimizin o şiddətli günüdür və bu gün Hüseyn ibn Əli şəhid olmuşdu. Baxın, tarixi cəhətdən bir çox proseslər, hadisələr baş verir. Amma Əhl-i Beyt həmişə o tarixdən bizim üçün qalıcı olan, yaddaşımız üçün bir müsəlmanın, bir insanın yaddaşı üçün lazım olan nüansları, nöqtələri çıxardıb və insanlara təqdim etmiş. Və bundan sonra təbii olaraq alimlər, ədiblər Əhl-i Beytin bu açdığı izə tabi olaraq Aşuranı bizim üçün əbədləşdiriblər. Məsələn, bu günlərim, yəni müsəlman dünyasında Məhərrəm ayının 1-dən 10-una qədər Aşura mərasimləri keçirilir. Bunun ilk təşkilatçısı ilə İmam Səccad əleyhissalam və ondan sonra gələn imamlarımız olub, daha sonra alimlər olub. Amma ədəbiyyatda necə? Ədəbiyyatda isə bu hissələr daha dolğun, daha ətraflı şəkildə çatdırılır. Və sizin sualınıza mən cavab vermək istədim ki, din ədəbiyyatı formalaşdırır, yoxsa ədəbiyyat dini? Burada bir çox fikirlər, nəzərlər səsləndirilir. Mən qısa olaraq bunu demək istəyirəm ki, bu bir dəfə biz edə bilərik, din fəlsəfəsində müzakirə edək. Din fəlsəfəsində dinin dili məsələn simvolikdir, yoxsa həqiqəti ifadə edir. Bu cəhətdən baxa bilərik. Bir dəfə də ədəbiyyat fəlsəfəsində. Məsələn, ədəbiyyat fəlsəfəsində deyirlər ki, dinlə ədəbiyyatın heç bir əlaqəsi yoxdur. Din ilahidir, ədəbiyyat bəşəridir. Amma bu yanlışdır, kökündən yanlışdır. Niyə görə Emin müəllim? Biz ən gözəl ədəbi əsərlərə baxanda görürük ki, dini əsərlərdir. İstər bu qərbi olsun, istər şərq. Məsələn, ilahi komediya bir dini romandır, dini hekayədir. Və yaxud Mövlananın yazdığı Məsnəvi və yaxud Nizaminin yazdığı Xəmsə və s. Yəni, onları ədəbiləşdirən
həmən dindən aldığı gücdür. Və yaxud bəziləri deyir ki, din özü elə ən ali ədəbiyyatdır. Təbii olaraq bunların hədəfi budur ki, məsələn, biz dini təlimlərdən həqiqət gözləməyək, bəlkə bir simvolikdir. Bunlar da yanlışdır, çünki din həqiqəti ifadə edir. Allah rəhmət eləsin, şəhid Seyid Əli Xamneyi bir çıxışında deyir ki, nəyə görə Nizami Gəncəvi Peyğəmbərin hekayəsinə və Quranın təqdim etdiyi hekayələri nəzmə çəkmir. Nəyə görə? O belə təhlil edir ki, əgər Nizami bunları nəzmə çəksəydi, o həqiqət aşağı düşərdi. Peyğəmbərin həyatı aşağı düşərdi. Elə Nizami də Leyli Məcnunda oğluna xitabən deyir ki, şeirə çox dolaşma, şeirə yaxın gəlmə. Niyə? Çünki onun ən gözəli, ən yalan olandır. Bu bir dənə ifadədir ki, şeir barəsində ki, əhsənuhu əksəbuhu. Şeirin ən gözəli elə ən yalanıdır. Amma buna bir aydınlıq gətirmək lazımdır ki, hansı şeir? Məsələn, Şeyx Səduqdan ad apardıq, o Mən la yəhsurul fəqihdə gətirir, deyir ki, Peyğəmbərin sözündən əş-şe'ru minəl iblis, şeir iblisdəndir. Sonra bunu ən yaxşı mərhum Məhəmməd Təqi Məclisi gətirir, aydınlaşdırır ki, hansı şeir iblisdəndir, hansı şeir iblisdən deyil. Və çünki şeir barəsində Peyğəmbərimizdən bu da nəql olunub ki, ənnə minəş-şeir ləhikmətən. Şeirdə hikmət var, şeirdə mənəviyyat var. Məhəmməd Təqi Məclisi gəlir bu hədisləri şərh edir, deyir ki, o şeir ki, insanın ən cılız hisslərini ifadə edir, insanın o maddi seyrini ifadə edir, bu iblisdəndir. Onun istəklərini, nəfsani istəklərini qabardan, insanlar arasında fəsad törədən şeir, ədəbiyyat iblisdəndir. Amma əgər bizim tohiddən, insanın mənəvi halından bəhs edən şeir varsa, bu təbii olaraq o hikməti ifadə edir. Özü də burada bir neçə şairin adını aparır. Qəznəvinin, Ruminin, Əttarın şeirini aparır ki, bunlar hamısı o tohidi, ilahi prinsipi dəvət edəndir. Demək, din ədəbiyyatı yaradır, yoxsa yox? Nə bu yanlışdır ki, biz deyək ki, bunlar hamısı ayrıdır, ədəbiyyat ayrıdır, din ayrıdır. Nə də deyək ki, yox, elə din, ilahi. Bəlkə ən yaxşı və qəbul olunan budur ki, bunlar biri-birini təkmilləşdirir, tamamlayır. Nə cəhətdən? Din ədəbiyyata bir meyar verir, ölçü verir, ona bir xüsusiyyət verir, məzmun verir və ədəbiyyat da o dinin təqdim etdiyini ən gözəl şəkildə təqdim edir. Yəni, bunlar biri-birini tamamlayıcıdır. Hətta deyərdim ki, İslam dini ərəb ədəbiyyatına qarşı çıxan bir məktəbdir. Biz bilirik ki, məsələn, İslamın gəldiyi gündə ərəblər ədəbiyyatla məşhur etdi. Amma onların ədəbi məzmununa baxaq. Ya məsələn, şərab barəsində idi, büt barəsində idi, üzr istəyirəm, qadın barəsində idi. Yəni, dünyavi istəklər. Amma İslam gəldi, onlardan şeiri almadı ki. Şeiri almadı. Amma şeirin məzmununu aldı. Ora ilahi məqsədi gətirdi. Ora insani məxsus olan ülvi dəyərləri gətirdi. Və ədəbi cəhətdən İslam bununla bir sözlə mübarizə apardı. Ən gözəl forma. İndi, Aşura bəs ədəbiyyata nə verdi? Aşura ədəbiyyata həqiqəti, mənanı verdi. İmam Hüseyn əleyhissalam öz qiyamı ilə, öz məktəbi ilə o çatışmayan tərəfi var idi. Keçən dəfə dedik ki, məsələn, epik qəhrəmanlar var. Bunlar bir şairin öz təxəyyülün məxsudu. Məsələn, Rüstəm belə olub, məsələn, Koroğlu belə olub və s. Amma Kərbəla gəldi, bu insanın o əsl qəhrəmana ehtiyacı var axı. O qəhrəmanı ifadə etdi. Ədəbiyyatda adətən, məsələn, Sokrat, Həzrəti İsa və İmam Hüseyn əleyhissalam üçün müqayisə edirlər də ədəbi mətnlərdə. Məsələn, Sokrat bunun arxasınca dedi ki, insanlar cəhalətdən mərifətə getsin. Həzrəti İsa əleyhissalam istəyirdi ki, insanlar bu nifrətdən sevgiyə tərəf getsin. Bəs yaxşı, İmam Hüseyn əleyhissalam nəyin arxasınca idi və onları bunların ikisindən fərqləndirən nə idi? Çox maraqlıdır ki, İmam Hüseyn əleyhissalam azad insanın arxasınca idi. Baxın, azadlıqla azad insan arasında fərq var. Hamı azadlıqdan danışır bir nəzər olaraq. Azadlıq yaxşıdır, azadlıq gözəldir. Amma İmam Hüseyn əleyhissalam azad insanın arxasınca idi. Biz onun o
ömrünün, yəni o döyüşün son anlarında bütün bəşəriyyətə xitabən dediyi söz budur ki, "Veyləkum illem yekun lekum dinun fekunu ehranun fid dünya." Əgər sizin dininiz yoxdursa, məatdan qorxmursunuzsa, dünyada azad insan olun. Baxın, din yoxdursa, heç olmasa dörd ayaqlılar kimi yaşamayın. Yəni azad insan olun. Düşünürəm ki, İmam Hüseyn əleyhissalamın bu azad insanı təqdim etməyi ədəbiyyata ən gözəl töhfədir və ədiblərimiz ən gözəl şəkildə bundan istifadə edərək ədəbiyyatda azadlıq şüarını İmam Hüseyn əleyhissalama bağlayıblar. Yəni harda bir azadlıq varsa, orada bilək ki, İmam Hüseyn əleyhissalamın məktəbi var. Əhsən, ustad, Allah razı olsun. Allah ömrünüzə bərəkət versin. Gözəl nöqtələr idi. Hacı, şeirin vaxtıdır. Bir dənə sizdən şeir alım. Bəli. Mən Tural müəllimə təşəkkür edirəm. Ümumiyyətlə şeir deməmişdən, bax, mən də bir ədəbiyyatçı kimi bir cümlə deyə bilərəm də. Buyur. Bu çox bir yaralı yerimizdir, xüsusən bizim yəni Azərbaycan ədəbiyyatında. Din və ədəbiyyatın bir yerdə olması, mən bunu neçə vaxtdır yəni ortalığa atmışam, din və ədəbiyyatın bir-birindən ayrılması. Yəni ədəbiyyatsız din yetişdirmək, dinsiz ədəbiyyat yetişdirmək, bunlar özü bir sanki bir proje idi, həyata keçirilirdi. Amma yəni uğur qazana bilməz heç vaxt, dinsiz ədəbiyyat heç vaxt uğur qazana bilməz. Məsələn, mən bir şeydə cümlə də var, Tural müəllim, yəqin ki, fikrimlə azlaşarsınız. Bu klassik sözü ki var, bunun indi bilmirəm, lüğətin mənası bizə bir növ, yəni köhnə mənasında deyirlər, amma köhnə mənasını saxlayıblar. Sanki bu da bir qəsdidir. Klass sözü də biz adımızdan filan futbolçu klass görsədir. Əslində klass sözü bir gözəl deməkdir. O gözəlliyi aldılar, ondan o qədimliyi verdilər. Qoydular bizim qabağımıza ki, klass sözü budur. Ümumiyyətlə, demək olar ki, bunu sanki dünyada belə təqdim edirlər. Amma halbuki əslində isə, misal üçün, köhnəliyi mən bu günləri davam edirəmsə, misal üçün, mən qəzəl yazıramsa, mən klassik şairəm. Klassik şair də biləm mən. Söhbət nədir? Gözəl, ona görə biz o qədim, Nizamiyə, Füzuliyə, Mövlaniyə, ona görə klassik deyilirdik, hacı. Onlar gözəl yazırdılar, özü klassik ən gözəl. Ən gözəl yazmaq da klassik şairdir, xeyr. Ən gözəlindən ən gözəl yazmaq klassikdir, hacı. Onların yəni ədəbiyyatı sırf yəni Allahla iç-içədir də. Yəni bütün hər bir yerdə, hər addımında yəni Allahdır. Bu da bir qəsdidir sanki bu klassik sözün mənasını dəyişdilər. İndi misal üçün bu günlərə əgər cavan şair, məsələn tanıdığımızdan, məsələn bizim Hüseyn Əlfağoğlu bu günləri qəzəllər yazır Əhl-i Beyt haqqında. Əgər bu gün o ən gözəlindən yazırsa müasir dövrdə klassik şairdir. Klassik şairdir, müasir. Filan kəs gəlibdir misal üçün Füzulunu sırf qəzəl yolu ilə təqlid edibsə, ortalığa qəzəllər qoyubsa, özünə desin ki, mən Füzuli yadigarıyam, xeyr. Füzulinin yadigar doludur qəzəl yazmaqda. Klassik şair deyil, klassik, yəni Allah və Allahın istədiklərindən yazmaqdır ki, bu din və ədəbiyyat bizdə ayrılıbdır və çox bərbad bir gündədir. Mən təşəkkür edirəm bu mövzulara toxunduğu üçün. Bir kiçik bunun adını farsdan tərcümə bilmirəm nə deyirsiniz, sizə də Derneveştuq deyirsiniz də. Buradan bir karvan keçir. Dayanıb dinləsən, əsən küləyi, yağan yağışı, pıçıldaşan yarpaqları duyarsan. Nəfəsini çəkib qulaq versən, torpağa eşidərsən ayaq səslərini. Eşidərsən zillətə baş əyməyənlərin dastanını. Buradan bir karvan keçir. Hər dönüşündə köhnələn ruhlara yeni bir libas biçir. Aşiqləri bir-bir ayırır, seçir. Bu karvanın sarıvanı aşiqlərin naməsinə imza atır, qol çəkir. Buradan bir karvan keçir. Təşnə könüllər səqqanın əlindən bir ovuc vəfa içir. Susub qəlbinin səsi ilə dinləsən bilərsən ki, bu karvanın keçdiyi yerlərdə, dolandığı mövsümlərdə havadan Hüseyn ətri gəlir. Sular Abbas pıçıldayır, qayalar bağrına bir Zeynəbi duruşu həkk eləyib. Kollar töküb tikanlarını bir körpə qızcığazın
ayaqlarını incitməsin deyə. Kərvanın yolu Məhərrəmdən düşəndə bütün kainat susar. Bu yol haqqın yoludur. Bu mübarizə ədalətin uğrundadır. Bu fədakarlıq insanlığın naminədir sözlərini eşitmək üçün. Bütün dünya ilahi rəngdədir. Bütün adi eşqlərin bir adı var. Hüseyn şüarını dinləmək üçün. Dalğalanır göylərdə əbədi bir bayraq. Küləklər xəbər aparır dünyanın hər küncünə. Ömür bitər, yol dayanar, dayanmaz Hüseynin karvanı. Yel tutar, tufan yatar, yatmaz Hüseynin pərçəmi. Allah razı olsun. Allah sizi var eləsin. Ustad, keçən verilişdə çox gözəl mövzu açdınız ki, bu kimləri qorumaq istəyirlər və İbn Teymiyyənin ustadı kim idi və niyə bunlar çalışırlar ki, Yezidi və Muaviyyəni müdafiə etsinlər. Burada dediniz ki, o əlləri növbəti verilişdə sizə göstərəcəm. O hansı əllərdir? Buyurun ustad. Bismillahirrahmanirrahim. Bihi nesta'in. Allahümme salli ala Muhammed və ali Muhammed. Mən sizə təşəkkür edirəm müəllim. Allah sizi var eləsin ki, zəhmət çəkirsiniz, əzriniz inşallah İmam Hüseyn əleyhissalamın dəftərində səbt olar. Həmçinin ustada təşəkkür edirəm. Çox gözəl söhbətlər elədik, istifadə elədik və şairimizə də təşəkkür edirik. Allah hər ikisinin, hər üçünüzün ömrünə, elminə bərəkət versin inşallah. Allah kömək olsun. Bu mövzular elə mövzulardır ki, bir verilişə, iki verilişə bunları bitirmək olmaz. İnşallah elə bu verilişdən Yezid bəhsinə başlayacaq. Yəni bunun barəsində kitablar yazılıb. Həm təbii ki, İbn Teymiyyəyə qədər Yezid barəsində nəql olunan hədislər yekdil şəkildə qəbul olunurdu. Çünki xüsusi hədislər var Yezidin məzəmməti barəsində və onun fasiq olması barəsində, onun müsəlmanların xəlifəsi olmaması barəsində təqribən ittifaq vardı. Amma İbn Teymiyyədən sonra yeni bir cərəyan, yeni bir məktəb yarandı, Yezidi müdafiə edən məktəb. Ki, açıq şəkildə Yezidi müdafiə elədilər. İnşallah deyəcəyik hansı işlərində. Yəni elə bir iş qoymadılar ki, Yezid orada deyək ki, müdafiəsiz qalsın. Bütün sahələrdə və Yezidi məğfur, bağışlanmış, tövbə edən bir şəxs kimi bizə tanıtdırdılar. Lakin ondan əvvəl bir məsələ qalmışdı. Ona mən qısa şəkildə toxunub keçəcəm. İbn Teymiyyə Minhacus Sünnətün Nəbəviyyədə 2-ci cilddə mən qeyd etdim ki, Kərbəlada İmam Hüseyni şəhid edən Osmanlılar idi. Osmanın şiələri idi. Bunda şək şübhə yoxdur. Onu istəyirəm bir dəlil gətirəm, daha sonra başqa məsələyə toxunacağam. Fələv ənnən nəvasibə. Müqayisə eləyir də, bu nasibilərdən şiələri müqayisə eləyir. Deyir, nasibilər ki, gəlib Sədi, Ömər Sədi tərif elədilər. Niyə? Çünki İmam Hüseyni öldürdü, şəhid elədi. Yaxşı, Ömər Sədi niyə İmam Hüseyni şəhid elədi? Likavnihi kənə min şiəti Osman. Çünki Osmanın şiəsi idi. Ömər Səd yəni başçı, birinci Ömər Səd idi də orada. Amma Osman Xəmis nə deyirdi? Deyirdi, İmam Hüseyni öldürən şiələrdir və hamısı Siffeyndə də iştirak edib. Halbuki yalanı düzə çıxdı. Bu birinci məsələ. İkinci məsələ yenə də Minhacus Sünnətün Nəbəviyyədə 6-cı cilddə. Çünki bu söhbətlər ola bilsin, heç vaxt deməyək. Ona görə mən burada deyirəm. Osmanın şiələri barəsində danışır. Çox yerdə işarə eləyib. Deyir ki, əlbəttə məqsədi bu deyil, onları pisləsin. Sadəcə istəyir ki, onları önə gətirir və deyir, rafizilər, yəni şiələr də Əli barəsində bu işi gördülər və rafizilər, şiələr bunlardan da pisdir. Məqsəd budur ya, məqsəd bu deyil. Deyək ki, Yezidi pisləsin, Muaviyyəni pisləsin, Osmanı pisləsin. Xeyr. Demək ki, bu nə cür ki, Osmanın tərəfdarları çıxdı və pis insan oldular. Bu cürdə Əlinin tərəfdarları oldu. Yaxşı, bunlar deyir ki, Əlidən uzaqlaşdılar. Həmən bu məsələyə işarə etmək istəyirəm. Deyir, onların çoxunun bir dənə etiqadı vardı. Etiqadı da bu idi ki, xəlifə Allah ondan pis işlər, yaxşı işləri qəbul edir və bütün pis işlərindən keçir. Və ənəhu yəcibu ta'atuhu fi kulli ma ya'maru bi. Nə əmr edirsə ona itaat etmək vacibdir. Bu həmən Vahabi düşüncəsi deyilmi?
bu günləri Vəhabilərə görə vəliy əmr nə dedi, itaat etmək lazımdır yoxsa yox? Bəli. Hətta bəzən oxuduq da gəlib səni vursa da, ev malını da alsa, hər nə eləsə də haqqın yoxdur. Yoxdur. Deməli bunlar Osmanın şiələrin xüsusiyyətlərini deyir İbn Teymiyyə. Deyir onların xüsusiyyətlərindən bir də budur ki, nasibi idilər. Əliyə səbb edirdilər bütün minbərlərdə, bilirsiniz də. 100 ilə yaxın təqribən minbərlərdə Əliyə səbb oxundu. Yaxşı. Bu məsələ aydın oldu. İndi isə gələk Yezidin məsələsinə. Yezidin tarixində Yaqubu da yazar. İnşallah özünüz də görəcəksiniz ki, artıq şək şübhə qalmayacaq ki, bunlar Yezidilərdir. Yezidçidirlər bunlar. Yezidin tərəfdardılar. Deyir ki, Yezid hakimiyyətə gələndə 3 ilə yaxın, 3 il Nisa illərdə hakimiyyətdə olub. Fissənətul ula qatələl Hüseyn. Birinci ildə Hüseyni şəhid elədi və onun əhl-i beytini. İkinci ildə üstibihə hərəm-u Rasulillah. Həzrət Peyğəmbərin o hərəmi Mədinə halal oldu. Və Mədinənin hörməti sındı. 1000-ə yaxın oxuyacağıq. Xanım qeyri-qanuni yoldan hamilə oldu. 3 gün dedi halaldır sizə. Oxuyacağıq. 70-ə yaxın səhabəni şəhid elədilər. Bədirdə iştirak edən. Üçüncü də nə elədi? Getdi, qan tökdü Allahın hərəmində, Kəbədə və hurriqatül Kəbə. Kəbəni də yandırdı. 3 dənə işi olub. Amma bunlar nə deyirlər? Başda kim? Yəni İbn Teymiyyəyə qədər siz bunu görməzsiniz. İbn Teymiyyə və İbn Kəsir. Bunlar ikisi əsas. Və müasir dövrdə də özünə sələfi deyən bu Vəhabilər. Bunlar gəldilər. Hər üçündə Yezidə bəraət qazandırdılar. Təsəvvür edin, Mədinə məsələsində də oxuyacaq inşallah. Mən hər üçünü işarə eləyəcəm. Mədinə məsələsində də günahkar Yezidi yox, Mədinə əhlini, sahabələri çıxartdılar. Deyir, Yezid deyirdi, məbiyyət elini eləmədilər, haqları idi da. Təsəvvür edirsiniz. Orada da səhv Mədinə əhli oldu. Məli, səhv orada da Mədinə əhli oldu. İbn Kəsir gəlir oxuyacaq inşallah. Lakin ilk öncə İmam Hüseyn əleyhissalamın məsələsini oxuyaq ki, İmam Hüseyn əleyhissalam doğrudan Yezid, yəni bu cür düşüncədədirlər, Yezidi haqsız bilmirlər. Bunu mən bir dəfə oxumuşdum, yenə də oxuyacağam. Yezid barəsində bizim mövqeyimiz Hiqbətü Minət Tarix kitabında Osman Əl-Xəmis tutu quşu kimi, dəfələrlə biz təkrarlamışıq da, demişik bunu, tutu quşu kimi bunlar İbn Teymiyyə nə deyirsə təkrarlayırlar. İbn Teymiyyənin sözləridir. Deyir ki, ləm yəkun li Yezid yədun fi qatlil Hüseyn. Hüseynin qətlində Yezidin heç bir əli yoxdur. Və leysə həzə difa'an an Yezid. Biz Yezidi müdafiə etmək istəmirik ya, bunu bir dəfə də oxumuşduq. Və lakinnəhu difa'un anil haqq. Haqqı müdafiə etməkdir. Və daha sonra İbn Teymiyyədən gətirir. İnnə Yezid ibn Muaviyyə ləm yə'mur bi qatlil Hüseyn. Yezid ibn Muaviyyə İmam Hüseynin qətlinə, ölümünə əmr etmədi. Bittifaq əhlin nəql. Nəql, yəni rəvayət edənlərin bu barədə ittifaqı var, icması var. Yalandır ya. Yalandır, boş. Bu insan rahat şəkildə deyir, icma var, çıxır gedir. Məsələn, Həzrət Əleyhisselam fəziləti barəsində bir hədis gətirir. Ənə Mədinətül İlm ki, oxuduqda. Deyir ki, bu ən zəif hədisdir. Ya deyir, məsələn, bunu heç bir alim nəql eləməyib. Halbuki, məsələn, onlarla sünnə alimi nəql eləyib, bəli. Yəni, bunun yalancıdır. Onun bir sözü var, dəfələrlə Azərbaycanda o balaca Vəhabilər təkrar edirlər. Rafizilər, şiələrdən ən çox yalan danışan şəxs yoxdur, ən pis yalan danışan. Ən yalancı insanlar elə bunlardır. Həqiqətən yalancıdırlar. Osman Xəmisin yalanlarını gördük də. Bəli. Daha sonra deyir ki, neynədir? Bu yalnız məktub yazdı İbn Ziyada ki, qoyma İraqa gəlsin. Bu qədər. Amma elə ki, bu hissəsi həqiqətən həm bir şiə olaraq insanda belə qızıqlanma yaradır. Bir dənə Vahabi var Azərbaycanda. Sözləri ilə qızıq yaradır insana. İmam Əlini tanıtdıranda deyir ki, Ömərin qaynatası, Həzrəti Zəhranı tanıtdıranda deyir, Ömərin qaynanəsi, o qızıq yaradırıq, əsəbi. Onun sözünə nə dəyər verərlər? Sözün dəyəri yoxdur ki. Deyir ki, elə ki İmam Hüseynin qətli Yezidə çatdı, əvhərət təvəccüə, narahatlığını bildirdi. Hətta bir yerdə də gəlirdi ki,
nüdbə oxudu, bir dənə mərasim qurdu. Ala və zəhərəl bukau fi darihi, onun evində ağlamaq səsi ucaldı. Öz sarayında ağladılar. Yezid özü də ağladı. Hüseyni öldürübsüz, şəhid edibsiniz. Yəni yalana, ağ yalan. Siz təsəvvür edin ki, insan, məsələn İbn Teymiyyədən əvvəl yaşayanlar, alimlər heç təsəvvür eləməzdilər ki, bir zaman gələcək, oturacaqlar Xeymə adında bir verilişdə Yezidin müdafiə eləyənlərə cavab verəcəklər və Yezidin nahaq olduğunu sübut eləməyə çalışacaqlar. Təsəvvür edin ki, həqiqətən gör necə acınacaqlı bir vəziyyətdir. Deyir ki, وَلَمْ يَسْبِ لَهُمْ حَرِيمًا, heç bir əhl-i beytin, əhl-i hərəmindən əsir düşmədi. Yəni getsin, əsir düşsünlər, aparılsın, belə şey baş vermədi. Əksinə Yezid onlara ikram elədi. Onları hörmətlə öz ölkələrinə qaytardı. Və daha sonra deyir ki, o rəvayətlər ki, gəlir, deyir, onun xanımları, əhl-i beyti əsir saxlanılıb, bunlar hamısı yalandır. Ümumiyyətlə, onlar Şama getməyiblər, başlar Şama aparılmayıb, bunlar hamısı batildir, filandır. Və hətta bir dənə bir söz gətirir ki, Həccac ibn Yusufdən. Deyir, Həccac ibn Yusuf Fatimə binti Əbdullah ibn Cəfərdən. Cəfər bilir işdə, İmam Əlinin qardaşı. Onun oğlu var idi Əbdullah. Onun bir dənə qızı var Fatimə. Fatimədən Həccac göyə evlənib, bu xəbər də satıb özdə kimə? Əbdülməlik ibn Mərvana ki, nasibidir. Əbdülməlik ibn Mərvan deyib ki, sən layiq deyilsən buna, boşamalısan buna. Əhl-i beytə bu cür hörmət eləyirdi Bəni Üməyyə. Görün nə deyir? Deyir ki, bəlləm tusbə haşimiyyətun fqattu. Heç bir haşimi indiyə qədər əsir götürülməyib, əsir aparılmayıb. Yenə də həmən məsələlərə İmam Hüseynin başının Yezidə aparılmasını inkar eləyir. Deyir, bəziləri gəlir, hətta Yezidə lənət deyə bilərik. Oxuyacaq biz, Alusidən inşallah oxuyacaq. Deyir ki, Yezidə lənət, hətta onu lənət deməyənə də lənət. Alusi özü sələfi etiqadında olan bir şəxs, önəmlidir. Alusi. Deyir ki, Yezidə lənət demək olar? Deyir, yox. Ümumiyyətlə, bir şəxsə lənət demək üçün 3 dənə şərt lazımdır. 3 şeyə gərəksən sübut eləyəsən, sonra ona lənət demək olar. 3 mənfi xüsusiyyət olmalı. Nədir o? Birinci, sübut eləməlisən ki, o fasiqdir. Əvvəl bunu sübut eləməlisən. Fasiqin başıdır da Yezid. İkinci, sübut eləməlisən ki, bu fiskinə görə tövbə eləməyib. Ona görə İbn Teymiyyə gəlir deyir ki, lap Yezid əmr eləyib. Hardan məlum ki, Yezid tövbə eləməyib, hətta utanmır. Deyir, ola bilər Yezidin xeyir əməllərinə görə Allah onun günahlarını bağışlayıb. Bizim bütün vəhabilərə sualımız budur. Yezidin hansı xeyir əməli vardı? Hansı 1000 dənə qadını haramcasına təcavüz etdirmək idi onun xeyir əməli, səhabələri şəhid etmək idi, Kərbalada bu müsibəti törətmək idi. Nə idi axı onun xeyir əməli? Göstərin bizə xeyir əməlidir. Deyir, hə, ola bilər xeyir əməl eləsin. Və üçüncü də ki, gəlib sən sübut eləməlisən ki, xüsusi şəxsə lənət demək olar. Təsəvvür edin ki, bunlar hətta Əmin müəllim, o şəxslər ki, Yezidi fasik kimi tanıyırlar. Oxuyacaq inşallah. İbn Kəsir özü də deyir ki, Yezid barəsində sübut olunan budur ki, şərab içirdi, dini məsələləri riayət eləmirdi. Zəhəbi gəlir deyir ki, kənə nasibiyyən, nasibi idi. Yaxşı, Zəhəbi, sual veririk sənə. İndi ki, nasibi idi, mən buna lənət deyə bilərəm. Zəhəbi də kimdir? Zəhəbi də İbn Teymiyyənin tələbələrindəndir. Baxmayaraq ki, sonra ayrıldı İbn Teymiyyədən. Deyir ki, xeyr. Lə nuhibbuhu və lə nəsibbuhu. Nə onu sevirik, nə də səbb edirik. Bu günləri vəhabilərin əksəriyyəti bunu deyir. Biz Yezidi sevmirik, amma səbd eləmirik, lənət də demirik. Axı, nasibiyə lənət demək olmaz. Yox. Hətta biz oxumuşuq. Bunlar o qədər kin var. Mən demək istəyirəm ki, İbn Teymiyyə ki, İbn Teymiyyə olub, İbn Kəsir ki, İbn Kəsir olub, elə belə ortaya çıxmayıb. Bunun zəminəsi var. Zəminəsi qayıdır onların hədislərinə. Məsələn, Buxari öz kitabında, Zəhəbi də özü də gətirir, nasibidən, hətta kafirdən hədis nəql edir. Kafirdən. Amma İmam Sadiqdən nəql eləmir.
İmam Həsəndən, İmam Hüseyndən nəql eləmir. Yəni niyə? Niyə axı, niyə? Niyə Əhl-i Beytdən nəql eləmirsiniz? Baxın, yəni onların fəziləti barəsində də gedin, baxın, bir-iki dənə hədis nəql edib. Bu qədər. Hətta Həzrət Əli əleyhissalam fəzilətini nəql eləyəndə fəziləti yox, elə şey nəql edib ki, Əli üçün ən böyük eyib. Bir dənə bab açıb, Həzrət Əlinin fəzilətləri babı. Nəyə gətirir? Deyir ki, Həzrət Əli Əbu Cəhlin qızı ilə evlənmək istəyirdi. Bu xanım Fatiməyə çatdı. Xanım Fatimə narahat oldu. Bəli. Gəldi Həzrət Peyğəmbərin yanına. Həzrət Peyğəmbər buyurdu ki, kim mənim balamı, Zəhramı incitsə, məni incitmiş olur. Deməli, Əli Zəhranı incitib. Bu fəzilətdir. Bunu gətirib bütün demək olar hədislər budur ya. Bu Xəyanətdir. Bunların vardı. Bunlar Əməvi, Əbbasi sevgiləri ilə, Əbbasilərin, xəlifələrin əmirləri ilə hədis yazanlar. Bunların, mən oxudum keçən səfərdə Tarixul Xulafa kitabında deyir, Əbu Bəkir filan qədər xəlifə oldu, Ömər filan qədər xəlifə oldu, Osman filan qədər, Muaviyyə filan qədər. Muaviyyən deməzdən öncə deyir ki, 5 illə yaxında fitnə törəndi, fitnə yarandı. Həzrət Əlini xəlifə kimi tanımır. Gedin Buxariyə baxın, Muaviyyəyə Əmirəl-Möminin deyib, Əbu Bəkirə, Ömərə, Osmana Əmirəl-Möminin deyib, amma bir dəfə İmam Əliyə Əmirəl-Möminin deməyib Buxaridə. Bunlar İbn-i Teymiyyə, İbn-i Kəsir bu süfrədə böyüyən şəxslərdir. İbn-i Teymiyyə sadəcə olaraq o qəlbində olan nifrəti saxlaya bilmədi. Yəni hamısında demək olar var, əksəriyyətində var. Bu nifrət Əhl-i Beytə qarşı, hətta böyük tarix alimlərindən biri yazır. O şəxs elə bir şəxsdir ki, adı indi yadından çıxıb, çox mötəbərdir, sevilir Vahabilər tərəfindəndir. Bütün Əhl-i Sünnə yerlərini, kəndlərini, rayonlarını, şəhərlərini gedib gəzib. Deyir ki, mən getdim Həmbəlilərin içində də oldum. Deyir, Həmbəlilərdə bir şey gördüm, özü Əhl-i Sünnədir, sələfidir. Həmbəlilərdə gördüm ki, onlarda bir dənə qayda var. Deyir ki, sən həmbəli olmaq istəyirsənsə, həmbəlinin şərti budur ki, həmbəli olmağın gərək qəlbində azca da olsa Əliyə nifrət olmalıdır. Bu, həmən həmbəlilərdir. Bu günləri Vəhabilər fiqhi baxımdan müəyyən qədər, hətta düşüncə baxımda Əhməd ibn Həmbəl davamçılardır bunlar. Əslində, elə biz baxsaq, İbn-i Teymiyyə əksər sözləri Əhməd ibn Həmbəldən götürüb. Əhməd ibn Həmbəl o şəxsdir ki, mövzudan da uzaqlaşdı, amma tanısınlar bunlar kimdir. Demək istəyirəm, İbn-i Teymiyyəni biz vururuq, məqsəd odur. Əhməd ibn Həmbəl, gedin siz kitablarına baxın, əziz izləyicilər. Əhməd ibn Həmbəl gəlib, Raşidi xəlifələrin sayır öz kitablarında Əbu Bəkir, Ömər, Osman. Hadihi thalathə faqat. 3 dənə deyir. Daha sonra ömrünün sonunda yazdığı kitablarda isə əlində də əlavə eləyir. Bilirsiniz niyə əlini əlavə eləyir? Çünki Məmun Ər-Rəşid məktub yazdı. Dedi ki, siz necə ola bilər əlini xəlifə, hətta görün Məmun kimi bir şəxs əlini xəlifə kimi tanımırsınız. Əmr elədi ki, bundan sonra əlini də Raşidi xəlifəsi kimi tanımalısınız. Bunlar əlini Əhməd ibn Həmbəlin ömrünün sonuna qədər Raşidi xəlifəsi kimi tanımırdılar. Necə tanıya bilərlər? Bir dənə oğlan danışır, oğlu danışır, atası minbərdə Əməvilərin xutbə oxuyanı idi. Minbərdə xutbə oxudu, gəldi, gördüm, oğlu danışır. Deyir, gördüm, düşüb səcdəyə ağlayır. Dedim, ata, niyə ağlayırsan? Dedi, oğul, bu gün böyük bir dənə günah elədim. Dedim, ata, günahın nədir? Dedi, bu gün minbərdə xutbə oxuyandan sonra Əliyə lənət göndərmədim. Buna görə mən çox narahatam ki, günah elədim. 100 ilə yaxın, 100 ilə Muaviyyədən sonra, yəni təqribən 150-ci ilə qədər hicri qəməri tarixi ilə 200-ci ilə qədər bunlar nifrət göstərirdilər. Necə əlini sevə bilərlər? Necə əlini xəlifə görə bilərlər? İbn-i Teymiyyə də, İbn-i Kəsir də bu şəxslərdən biridir. Bu cür gəlib Yezidi müdafiə edirsə, biz də yəni narahat olmayaq. Yəni bilək ki, bunlar elə Yezidçidirlər. Əhsən ustad, Allah razı olsun. Həqiqətən Allah ömür və ruzu və bərəkət versin. Çox gözəl nöqtələr idi. Şair, bir dənə şeir alaq sizdə. Ustad, Allah razı olsun. Bir kiçik şeir deyərəm də mən də xanım Zeynəbdən. Ayə zülfündən, halə ayə əfşan. Nalə nitqindən, lalə gün rəxşan.
para-para qərbində xeymə-xeymə atəşlər, yarə-yarə dərdində köhnə-köhnə, körpə-körpə məhvəşlər, qətrə-qətrə əşkində zöhrə-zöhrə ulduzlar, pərdə-pərdə ahində şölə-şölə dilsuzlar. İzzət onda aşkardır, İsmət onda pünhandır, səbrə-səbri göstərdi, səbrə-səbri göstərdi, səbri-səbrə göstərdi. Dərdi eşq təsviri, səbri eşq təfsiri, dərd o səbri təxmini eşqin eşqə təfsiri, küçə-küçə ləşkərdir, küfə-küfə fatihdir, xütbə-xütbə heydərdir, rütbə-rütbə vazihdir. İsmi intixab Zeynəb, nəfsi bu turab Zeynəb, cismi afitab Zeynəb, nitqi inqilab Zeynəb. Gövhərində əql aşiq, cövhərində eşq aqil, məhzərində şah sail, məzhərində mah zail. Xilqətində dünyadır, ismətində su. Xilqətində dünyadır, sirətində üqubadır. İsmətində suğradır, heybətində kübradır. Sinəsində nəşrəhlək, məqnəsində ya Səttar. Cilvəsində ya Rəhman, kölgəsində ya Qəhhar. Qaşlarında o vədna, gözlərində qər, əyna, izlərində ca-əl-həq, sözlərində la reyba. Leyli qədrə mənada leyli şamı surətdir. Leyli şamı surətdə, leyli qədrə sirətdir. Ondan özgə bir kimsə kim görüb desin, yahu Kərbəlanı gördükdə ma rəytu illahu. Bir imamə naibdir, bir imamə sahibdir. Hər bəlaya talibdir, Kərbəlada qadibdir, Kərbəlada Şah Zeynəb. Kərbəlayı mah, Zeynəb, Kərbəlaya rah, Zeynəb, Kərbəlada Zeynəb, Kərbəlada Zeynəb. Allah razı olsun ustad. Allah Təşəkkür edirəm, qələmə, Allah razı elmə, olsun. ruz və bərəkət versin. Mən təşəkkür edirəm. Dəyərli tamaşaçılar, verilişimizin bu anında studiyamıza Əhlibeyt məddahı Kərbəlayı Adil Muhammədini dəvət edirik. Bəli, Kərbəlayı, çox xoş gəlmisiniz. Xeymə verilişinə mən sizi salamlayıram. Buyurun. Salam arz edirəm cənablarınızın məhzərinizə və bütün İmam Hüseyn əleyhissalamın aşiqlərinə və Əbi Abdüllah Hüseyn əleyhissalamın gözəl və istəməli, qeyrətli aşiqlərinə və əzadarlarına məhzərlərinizə varıq. Allah razı olsun. Allah ömrünüzə, ruzə bərəkət versin. Buyurun, sizi dinləyirik Kərbəlayı. Bismillahirrahmanirrahim. Ya Rahman, Ya Rahim. اخضر تابنده گردون مدارم سن حسین اخضر تابنده گردون مدارم سن Hüseyin, gerçi mən bir etibarım, etibarimsən Hüseyin. Ağa canım olmağan o kər, vücudimdə ləyaqət görmürəm. Mən sənə nəngəm vəli, sən iftixarimsən Hüseyin. Nökər olmaq, nökər olmaq bir Əbulfəzlə yaraşdı. Vəssalam düz deyərdik xadiməm mən, şəhriyarimsən Hüseyin. Ola canım, izzetimsen,
şevketimsen, dilde şirin söhbetim. Zehra balası, sen benim dünya boyu şan-ı vigarimsen. Hüseyin. Mahzer buzurgan 34 ya 35 yıl ömrü şerifinde her vakt seslenende sesleyerdi Seyyidi ve Mevlay. Ama bilmirəm o ahir ləhzələrində kim ne dedi? Alemi mənada Xanım Zəhra buyurdu oğul. Bala çağır kardeş. 35 yıl ömründen kardeş demeyen Abbas yüz tuttu xeymelere. Hüseyin Arkam Mevlam Hüseyin Ferhat üstün de tufan di İmam-ı rehberim tez gel. İmam-ı rehberim tez gel. Hüseyin Hüseyin su gittim kim oğlandı düşüptü kollarım tez gel. Düşüptü kollarım tez gel. Bilmirəm belə buyururlar Xanım Zeynep diyer gördüm her defa kardeşime ben fəzlidən nidaya Allahu Ekber ucalır. Kardeşim belə fərəhlənir, belə təbəssüm edir. Ama bilmirəm bu defa Abbas kardeş çağıranda gördüm evvel bir mütəbəssim oldu. Sonra belə rengi saraldı. Arz elədim Hüseyin bacın sana kurban niye bu hale kaldın? Dedi Zeynep Suze lehni elem darimde dağdaş seslenir. Zeynep endeliban riyaz-ı Koç bir baş seslenir. Zeynep hiç mene kardeş demezdi, indi kardeş seslenir. Ey Hüseyin, Allah hiç kardeşliği görsetmesin. Bilmirəm ne haliyle özünü yetirdi kardeş balinine. Abbas Emam emi götürüp gözlerin kanun sillem. Kardeş yaman günümdü men ile danışmasan öller. Böyle yalgızam Abbas. Allahu Ekber. Bilmirəm ne hal ile o kan dolan gözler açıldı.
Qardaş səsini alanda gəlib canə tazədəm. Hiss eylədi ki, başı üstə gələn aftab idik. Ərz eylədi şah, bağışla məni, görmürük gözüm əhl-i şarə. Ya Əbu Abdullah Hüseyn, ərz eylədi şaha, bağışla məni, görmürük gözüm. Niyə Hüseyn? Qan ləkkəsi gözüm qabağında niqab idiyay. Yaralı ya Hüseyin. Bir sual o cevap təqdim edeyim əzizlər məhzərinə. Fərmayiş etdi şəh yanıram bu məlarvə. Ay əbəl fəzlə deməli dərdi olanlar, hacətməndilər, göz yaşı tökənlər, qara giyənlər. Fərmayiş etdi şəh yanıram bu məlarvə. Abbas bir baxdı, Abbas söylə görüm nə gəldi o ziba cəmalüvə. Ya Zəhra, ya Zəhra, ərz eylədi şəha, deyərəm leyk qəm yemə. Sən bil anun bu məsələni Zeynəbə demə. Allah Hüseyin, yara dəyər bu rəsmidi sərdara cəngidə. Deyim ya nə imam-ı zaman əvvələ. Ya Allah, ya Allah, Hüseyin, yara dəyər bu rəsmidi sərdara cəngidə. Hüseyin atdan düşəndə qaldı əyakim üzəngidə. Ya sahibən zamana cərəkəllah. Hüseyin bu beytinə təqdim eləyim. Hüseyin mərkəb dolandırıb məni, qana bürünmüşəm. Ya Allah, Hüseyin odur, yüzü üstə sürünmüşəm. Uca buyurun ya Hüseyin sallallahu aleykum. Ya ehle beytin nubuvvet. Allah razı olsun Üstad. Allah səs və nəfəs və bərəkət versin. Mən həm öz adımdan, həm veriliş adından siz dəyərli qonaqlara öz təşəkkürümü bildirirəm. Əziz tamaşaçılar, 22-ci verilişin bölümün sonuna yaxınlaşırıq. Allah bütün ibadət və itaətlərinizi qəbul eləsin. Allah sizləri qiyamətdə İmam Hüseyin əleyhissalamla məşhur və məruf eləsin. Allah amanında növbəti verilişlərə qədər.